Ağcabədi rayon İcra Hakimiyyəti başçısının yerlərdə sakinlər ilə keçirdiyi ənənəvi səyyar qəbullar qrafikə uyğun olaraq davam edir. Aprelin 8-də rayon rəhbərliyinin növbəti görüşü Muğanlı kənd folklor evində baş tutub. Tədbir başlamazdan əvvəl sakinlərin maarifləndirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinə müraciət qaydaları, xüsusilə onlayn qəbul xidmətindən istifadəyə dair təlimat videosu nümayiş etdirilib. Müasir texnologiyaların tətbiqi ilə vətəndaş müraciətlərinin daha operativ cavablandırılması imkanları diqqətə çatdırılıb. Görüşdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda həyata keçirilən sosial-iqtisadi layihələr və kənd təsərrüfatının cari vəziyyəti barədə məlumat verib. O, xüsusi olaraq pambıqçılıq sahəsinin rayon iqtisadiyyatındakı rolunu, bu sahənin həm ölkəyə valyuta gətirilməsi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb. Daha sonra kənd sakinləri dinlənilib. Müraciətlər zamanı əsasən təsərrüfat sahələrində qarşıya çıxan problemlər, pambıq əkini ilə bağlı çətinlik yaradan məsələlər, habelə suvarmada mühüm rol oynayan arteziyan quyularının bərpasına olan ehtiyaclar ön plana çəkilib. Səsləndirilən hər bir müraciət və təklif icra başçısı tərəfindən diqqətlə qeydə alınıb. Qaldırılan problemlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.